Bakının Binəqədi rayonunda yerləşən Gecə Gözlüm restoranının qarşısında baş verən dava məhkəmə ilə nəticələnib. İttihama görə Ağsu rayon sakini 1994-cü il təvəllüdlü Elşən İsmailov restorandan çıxarkən əvvəllər tanımadığı Sadiq ilə mübahisə edib və dəmir parçası ilə onun başına zərbə vurub. Elşən məhkəmədə özünü təqsirli bilərək bildirib ki, hadisə anlaşılmazlıqdan yaranıb. Onun sözlərinə görə əvvəlcə Sadiq restoranda çiyini ilə ona toxunub. Daha sonra restorandan çıxarkən yenidən qarşılaşıblar və mübahisə böyüyüb. Elşən hadisə günü psixiatriya xəstəxanasında təyin olunan dərmanları qəbul etmədiyini, əsəbləşərək yerdən götürdüyü dəmir parçası ilə zərbə endirdiyini deyib. Zərər çəkmiş Sadiq isə ifadəsində bildirib ki, dostları ilə restoranda olarkən musiqi sifarişinə görə narazılıq yaranıb. Onun sözlərinə görə başqa masadakı müştəri heç kimin rəqs etməməsini istəyib və bunu hörmətsizlik hesab etdikləri üçün restoranı tərk ediblər. Bir qədər sonra unutduğu əşyaları götürmək üçün geri qayıdan Sadiqin qarşısını Elşən kəsib. Sadiq çiyninin təsadüfən toxunduğunu deyərək üzr istəsə də Elşən onu təhqir edib. Belindən çıxardığı dəmir parçası ilə başına zərbə vurub və hadisə yerindən qaçıb. Binəqədi rayon məhkəməsinin hökmü ilə Elşən İsmailov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.